Birinci suala baxırıq. Bizə deyir ki, x-in nisbi atom kütləsini tapın. Burada mən nə görürəm? 2 alüminium üzərinə gəlsin 3 x bərabərdir 150. 2 alüminium yerinə nə qoyacam? 27. 2 vurulsun 27 üzərinə gəlsin 3 x bərabərdir 150. Buradan tapacaqsınız ki, x neçə edir? Keçin növbəti suala. Yenə də eynidir. Yazam 3 kalsiyum üzərinə gəlsin 2x bərabərdir 148. Kalsiyum yerinə yazam 3 vurulsun 40 üzərinə gəlsin 2x bərabərdir 140. Buradan x-i tapacaqsınız ki, neçədir? X-i də A verir və eyni şeydir. Yəni x-in nisbi atom kütləsi neçədir? Hesablayıb tapırsınız. Keçin növbəti sualımıza. Üçüncü suala baxırıq. Birinci yarımqurda yerləşən x elementi 6-cı yarımqurda yerləşən y elementi arasında birinci yarımqurda yerləşən x elementi deməli metaldır. Və bunun üstündə yazıram 1 valent. 6-cı qrupda yerləşən y elementi 6-cı qrupdursa S2P4-dən üstlərinin cəmi 6 eləməlidir. Və mən burada baxıram ki, P-də 3 orbital var. 4 dənə elektronun yer ki 1, 2, 3, birini də gəlir bura 4. Bir orbitalda 2 elektron ola bilər. Mən baxıram ki, 2 dənə tək elektronu var. Qeyri-metallar metallarla birləşəndə tək elektronların sayına uyğun valentlik göstərir. Deməli, y olacaq 2 valent. Onda bu formulaca nə? X, 2, y. Keçirik növbəti suala. Dördüncü suala. Deyir x2 o3 152-yə bərabərdir. Yenə eyni qayda. 2x üzərinə gəlsin 3 oksigen bərabərdir 152. 2x üzərinə gəlsin 3'ü vuracağım 16 yoxsa 16 bərabərdir 152. Buradan tapacaqsınız ki, x neçə edir? Keçin dördüncü sualımıza. 5-ci suala. X-in kütlə payı 28'dir. Onun nisbi atom kütləsini tapın. Tapaq nisbi atom kütləsini. Deməli 28% x-ə məxsusdur. Onu yuxarı bu deməli hər bir faiz həmin ədədin ümumi kütlə nisbəti. X nə qədərdir? 2x-dir. 2x-i böləcəm nəyə? Ümumi kütlə. Ümumi kütləndə bax hesablayıram. 2x üzərinə gəlsin. Mötərizat 3 vurulsun. Mötərizat açıram. Kükürdün nisbi atom kütləsi nə qədərdir? 32 üzərinə gəlinsin. Burada yaza bilməm. Burada üzərinə gəlinsin. Deməli 4, yəni ki, belə yazaq da. Qısası 3 vurulsun 96. 96 vurulsun 100%. Buradan da hesablayıb tapırsınız ki, neçə eləyir. Bu da adi hesablamadır. Elementlərin nisbi atom kütləsi hesablayın. X, Y 2 verir. Yəni x üzərinə gəl 2y bərabərdir 200. X-in yerinə görsən A yazıb A qoyuram. Üzərinə gəl Y-in yerinə 2A qoydum. 2 vurulsun 2A bərabərdir 200. Buradan da hesablayırsınız ki, neçə edəcək. Keçirik növbəti sualımıza. 5-ci suala baxıram. Deyir, qazın molyar kütləsi 58-dir. Bax yazıram. Karbon isə 12-dir. 12 vurulsun N. 12 vurulsun N. Üzərinə gəl. Hidrogen 1-dir. 1-i də vururum nəyə? 2-nin üstə gəl 2-yə. Bərabərdir bu da 58. Və buradan hesablayırsınız ki, tapırsınız neçə eləyir. Keçin növbəti suala. 8-ci suala baxıram. 8-ci sualda deyir ki 0,2 mol x maddanın kütləsi 20 qramdır. 0,2-yə 20 qramdır maddanın kütləsi. 1 molada tapıram M. M burada tapıram 20 bölüm 0,2-yə deyirəm ki M bərabərdir 100. Bunu pozuram 100 tapdım 100. Bunu bir qaydada yazam 100. 100 nəyin kütləsidir? Bunun kütləsi. Çünki tiki maddənin kütləsi. Yazım x üzərinə gəl. Karbon nə qədər? 12. Üzərinə oksigen nə qədər? 3 vurulsun 16. Bərabərdir 100. Buradan tapırsınız ki, x-im neçə eləyəcək. Keçirik 9-cu suala.
9 sadəcə 100 qram maqnisium birləşmənin tərkibindən neçə? Aha, 100 qramda bilmirəm, soruşur. Maqnisium nə qədərdir? 24 maqnisium 16-da bu. 40 qram maqnisium 13-də tərkibində 24 qram maqnisium var. Buradan da tənasüblə tapırsınız ki, neçə edəcək. Keçin növbəti suala. X elementi əmələ gətirdiyi oksidlərdə valentli. Oksidlərin nisbi atom kütləsi. Hə, deməli uşaqlar bura baxın diqqətlə. Bunu da belə tam aça bilmirəm. Deməli X elementi bir dəfə ekvivalent olur, onda XO yazıq. Nəyə görə? Bu da ekvivalent, oksigen də ekvivalentdir. Bu olacaq nə qədər? Deməli ixtisar gedir. Bu bərabərdə A verir. Bir dəfə də X2O3 yazıq da çarpaziyada. X-in üzərində 3 gəlir bura, oksigen 2 gəlir bura. Bu da olacaq A üstə gəlir 84. Bu necə yazacağıq? Demək X üstə gəlsin 16 bərabərdir A. Bunu nə yazam? 2x üzərinə gəlsin. 3 16 yanında 48 bərabərdir. A üzərinə gəlsin 84. Məsələn, sistem tənlikdir. Tərəf-tərəfə çıxırsınız. A'lar gedir. 2x-dən x çıxam. X bərabərdir. Burada x-i tapırsınız ki, x bərabər neçə olur? 48-i keçirdiniz burada bu tərəfə. Yəni fərqi yoxdur. Necə istəyir? Ya 84 keçirdim bu tərəfə. X-i oradan tapırsınız ki, x neçə edir. Keçəm növbəti suala. 0,5 mol XO birləşməsinin kütləsi 28 qramdır. Yəni 0,5-in kütləsi 28-i bölüm 0,5-ə tapıram ki, neçə eləyir? Yəni 1 molu tapanda 28-i 0,5-ə böləndə eləyir 56. Yəni X üzərinə gəlsin 16 bərabərdir 56. Buradan tapırsınız ki, X neçə edəcək. Sonra keçim H2O və H2O2 üçün eyni olan nədir? Mürəkkəb maddələri düzdür. Bəsit maddələri xeyr, bəsit maddə deyil. Keyfiyyət tərkibləri eynidir. Keyfiyyət tərkibi, yəni ki, birinci maddə 2 hidrogen, 1 oksigendir. Bir dəqiqə, hə. Daha doğrusu birinci maddə hidrogen oksigendir, ikinci maddə də hidrogen oksigendir. Bu da düzdür. Molekulda eyni sayda atom var, yox. Birincidə 3 dənə atom var. 1 oksigen, 2 hidrogen, eləcə 3. İkincidə isə 2 hidrogen, 2 oksigen var, 4 dənə elədi. Deməli cavab 1, 3 oldu. Keçirik bura. 12 0,1 moldursa, 12 qrama 0,1 mol verir. Amma baxım nəyin kütləsi heç baxmadım. 1 mola da x-dir, bu elə 120. Biz tapdıq 120, görə tapdığımız 120 nəyin kütləsidir? X, Y, O4 kütləsinin mol sayından asılı qraf vermişdir. Aha, biz deməli tapdığımız 120. 120 deməli X, Y, O4-ün kütləsidir. Bunun 20% X-dir. Yəni 120-nin 20%-ni tapıram böl 100. 120-nin 20% elədi 24. Mən X-i tapdım 24. Birləşməni açıram. X 24, X-in 24 yazır. Üzərinə Y, üzərinə gəlsin 16 vur 4, yəni 64. Bərabər nəyə? Kütlə nə qədər idi? 120-yə. Buradan tapırsınız ki, maddənin kütləsi nə qədər? 14. Deməli, yazıb ki, burada, bu silə yaza bilək, buraya yazın. XO2 elementlərinin kütlə nisbətləri uyğun olaraq 7/8 kimidir. X O2 yazıram. 7 bunu verib, 8-də bunu verib. 8-də bunu verib. 7-dir, bura deməli X yazıram, bilmirəm. Oksigendə 8 verib. Yox, üzr istəyirəm. 16 nisbi atom kütləsi. 16-nı da 2-yə vuram, 32 yazıram. Nə yazacağam? 7-nin X-ə nisbəti bərabərdir 8-in nəyə nisbəti? 32-yə nisbəti. 32-dən 8 ixtisar getdi, qaldı 4. 4-ü 7-yə vuranda eləyir 28. Mən deməli tapdım 28. Sizcə 28 burada hansı ola bilər? N2 ola bilər də. Azot. Azot N2 yazılır. 14 2 28. Sonra keçin növbəti sualımıza baxaq. 15. 15-də nədir bizə?
15-də deyir ki, bayaq yazdıqlarımızdandır. Elementin nisbi atom kütləsi, aha. Yenə eyni qaydana baxın. 3x, buradan yazaq 3x üzərinə gəlsin 2y bərabər x-in yerinə nə yazacağam? A yazacağam 3a üzərinə gəlsin 2 vurulsun y-in də nə yazacağam? A çıxılsın 10. Bunu da bərabərdə həll etsin 3a üzərinə gəl 2-ni vuram a-ya 2a çıxılsın 20. Bu da 5a çıxılsın 20. Vəssalam. Keçək növbəti sualımıza. 16-cı sualı baxırıq. 0,2 mol kütləsi 20,4-dür. 20,4 bölüm 0,2-yə eləyir 102. Belə çıxır ki, 102 elədir kütləsi. Deməli 2x üzərinə gəlsin 3 vur 16 48 102-dir. Buradan da tapırsınız ki, neçə edəcək. Keçin növbəti sualımıza. Nisbi molekul kütləsi 122-dir. Yenə eyni qayda. 2-ni vuram 23-ə. Götürün 2-ni at, bax belə 2 natrium. Üzərinə gəlsin x. Üzərinə gəlsin 3 oksigen. Bərabərdir 122. 122-dir bu. 2 natrium yanında 2 vursun, yəni 23. Üzərinə gəlinsin x. Üzərinə gəlsin 3 vur 16. 48 bərabərdir 122. 2-ni vuranda 23-ə eləyir 46. 48 ilə 46-nı toplayanda 48 ilə 46-nı toplayanda 94. 122-dən də 94 çıxanda bilir 8, 11-dən də 9, 26. Deməli, tapdım x-in kütləsini 26. Görün düz tapdım mı? Bir də tapam 2-nin içində 26, 46, 46-dan sonra 48 gələndə 46 gələndə 94, 122-dən də 12-dən 4 çıxanda 8, 11-dən də 9 çıxanda 28, 26, 28. Deməli, mən tapdım ki, x-im 28-dir. Buranı silək, bu bizə lazımdır. Deməli, tapdıq x-i 28. Deyir, x-dən neytron sayı 14-dür. Bu kütləsi də 28. 28-dən 14 çıxan taparam ki, 14 onun protonunun sayıdır. 18. Alüminium XO4. Molyar kütləsi 122-dir. Alüminium X. Yazaq, alüminium nə qədərdir? Açıram da, bax, alüminium üzərinə gəlsin x, üzərinə gəlsin 4 oksigen, bərabərdir 122. Burada yazaq, alüminium 27, üzərinə gəl x, üzərinə gəlsin 4 oksigen, 4-ün 16, 64, bərabərdir 122. Aktivətdə də hesablamışam, 122 sınıq. Çünki vaxt yoxdur, hesablama. 31. Deməli, mən x-i tapdım ki, nisbi atom kütləsi 31-dir. Nisbi atom kütləsini tapdım 31. İndi mənə nə dedi? Neutron sayı A-dır, proton sayı A-1-dir. Demək, bunların cəmi bizə proton 31-i verir. Yəni 2A çıxılsın 1 bərabərdir 31. 31 isə 1 gəlim. 32, 32-ni də 2-yə bölüm. A bərabərdir 16. A-nı tapdım 16. Protonların sayı 16 tapdım. Bizdən nə soruşur? Görüm düz tapdım mı? 2 açıq 1. Bir də 31 eləyir, bir də baxın. Deməli, 122 çıxılsın 64, çıxılsın 27. 31 eləyir. 2A minus 1 bərabər 31, 32-nin də 2, 16. A-nı tapdım 16. İndi bizə nədir? X-in, indi 16-nı açıram,
1 eski 2 eski 2 P 3 1 eski 2 eski P6 3 eski 3 P4 eski P4 3 eski 3 P4 deyirəm 3-cü dövr 6-cı qrup 3-cü dövr 6-cı qrup cavab Y variantı. Keçək 19-a. Baxın görürsən H2S kütlələri bərabər H2S-ni açıram. Yəni 2H üzərinə gəlsin S bərabər 2X. 2H-ın yerinə yazım 2H 2 vur 1 2 üzərinə gəl 32 bərabər 2X. 34 2-yə böləndə 17. X-i tapdım 17. Tapdım. Bizdən 17 ona 10 hansı uyğun gəlir onu tapıram. Burada dev 14 3 17 variantı. Sonra həcmi 44,9 böləm 22,4 bu edir 2 mol. 11,2-dir. Böləm 22,4. Həmişə 22,4-ə bölürsüz. Bu da edir 0,5 eləməli. 0,5. Bu 0 2 dənə 32 yəni nə qədər eləyir? Bu 64-dür. 0,5 dənə 2 nə qədər? 1 eləyir. İndi bu X və Y nisbi atom kütlələri arasında yox, bu başqa şeydir bizə. Bu başqa şeydir. Yəni bir dəqiqə uşaqlar, bu bizə başqa şey deyir. Bu öz həqiqi kütləsi deyil. Deyir ki, 2 mol olanda kütləsi 32 olur. Onda öz kütləsi 16-dır. Bu demək 16-dır. 0,5 dənə olanda 2 olur. 2 bölüm 0,5-ə 4 edir. Y-im 4-dür, X-im 16-dır. Yəni X Y-dən 4 dəfə çoxdur. Deməli, Y-i 4-ə vurmalıyam ki, X-ə bərabər olsun. Görürsünüz, cavab B variantıdır. 21. Deyir, 1 mol silisium 2 ilə, yəni silisium 2 bərabərdir 2XO. Mötərizədə yazıram. Çünki mötərizəyə də aiddir o. Açsam, bax, silisium yerinə yazdım 28, üzərinə gəl 16 vur 2 bərabər 2 vurulsun X üstə gəlinsin 16. Daha bunu da açıb tapırsınız ki, özünüz neçə edəcək. Və sadə bir şeydir, onu özünüz açacaq. Hansı maddə nisbi molekul kütlələri eynidir? Birin Pakistanın obusunu özünüz yazarsınız. Məsələn, HPO3. Keçmişəm, amma birini deyim də HPO3. Hidrogen yerinə 1 yazam. Fosfor yerinə 31 yazam. Gözlə ki, orada verir. Oksigen yerinə 3 oldu. Yəni 3 vur 16 yazacaqsınız. Hesablayacaqsınız, eyni olanları götürəcəksiniz. 23. Nisbi molekul kütlələr. Burada deməli X üstə gəl 16-nı verib A verib. Oksigen 16 yazam. Burada isə X üzərinə gəlsə 16 və 2-də 32-ni verib A üzərinə gəl 16. Düzdür. İndi bir də X2 O3-ün nisbi molekul kütləsindən tap. Görürsən, bunda 16 vahid artırıb, bunda 16 vahid artırıb. Onda mən X-in nisbi atom kütləsi necədir? Bunları toplayır 2 deyib, elə bunu toplasaq və bunları bir-bir toplasaq 2X O3 eləyir. Yəni onda bunu da toplayıram 2A üzərinə gəlsin 16 edəcək. B bəndi. Burada hesablamaya ehtiyac yoxdur. Hansı bilək atomdan sayı nisbəti eyni var? C2H6 indekslərdə ayağında nə yazır? 2 bölünsün 6. Bu elçinə 1 bölünsün 3. Məsələn, buna baxıram 3 bölünsün 4-dür. Buna baxam 3 bölünsün 6-dır. Yəni 1 bölünsün 2 eləyir. Buna baxıram 2 bölünsün 4-dür. 1 bölünsün 2 eləyir. Aydın oldu uşaqlar. 25 0,2 15,2-ni bölürəm 0,2-yə. Tapıram kütləsi 76-dır. Yəni 2 qız üstələ 3 o, yəni 3 10-u yəni 16 48 bərabər nəyə? 76-ya. Bərabər 76-ya tapıram ki, burada neçə edir. Sonra keçir növbəti sualımıza. Mən bilməm atomlar. Bax, bura baxaq. 4 dənə hidrogen burada, bir dənə də azot burada. Neçə dənədir? 5. 5 vurulsun 2 yazacağım. 5 vurulsun 2. Ayağında 2 var ona göre. Üzerine kükürt bir dənədir. 4 dənə də oksigendir. Hesablayır ki, neçə edir. 0,2 molda oksigen kütləsini hesablayın. Bax 0,2 molda uşaqlar.
bilmirəm nə qədər oksigendir. Yəni 0,2-ni vuracaqsan. Bax, neçə oksigen? 4-ü vuram 16-ya nə qədər eləyir? 64 də oksigendir. 64-ü vuracam nəyə? 0,2-yə. Keçəm 28-ə. X, O3-ü, bax, görsən kütlələri bir-birinə bərabərdir. Bax, görsən, bax, burada özü verib. İndi mən nə edəcəm? X üzərinə gəlsin. 16 vursun 3-nə qədər 48. O da bərabər Y üzərinə gəlsin. Karbon 12-dir. 3-ü də vuran oksigenə elə 48. 48-lər buradan ixtisar getdi. X nəyə bərabər oldu? Y üzərinə gəl 12 qaldı yerdə. Sonra keçin növbəti suala. Məsələn. 29. 4S2. 4S2-dir. Qabağını açıram. 1S2, 2S2, 2P6. Yəni, bax, birləşmədir. Bu, görürsünüz ki, uşaqlar. İkinci qrupdur. Deməli, bu 2 valent olacaq. Bu da görsə S2, neçə tək elektron? Qeyri-metalda bu. 3 dənə tək elektron var. Deməli, bu elementim də 3 valent olacaq. Bura 3 yazıram. Bura 2 gəlir ayağına. Bunu yazdıq. Bunu yazandan sonra indi bunu açıram da qabağına. X-in qabağını açıram. 1S2, 2S2, 2P6, 2P6. Bu proqramda izah elədim. 3S2, 3P6, 4S2. Bu elədi 20 dənə. Bunun da aslında 1S2, 2S2, 2P3. Bu da elədi 7 dənə. Gətirib qoysun yerinə. Yəni 3 vurulsun 20. X axı 20-dir. Üzərinə gəlsin nə? 7 vursun 2, 14. Bunu da tapırsınız neçə edir. Keçirik 30. Nisbi marka kütlələri bir-birinə bərabərdir. Hər iki tərəfdə natrium 2 dənədir. Yəni 2 natrium, belə yazaq. Üstə gələ X bərabərdir. 2 natrium üzərinə gəlsin Y. Natriumlar getdi 2Y. Natriumlar getdi. X bərabər nə oldu? 2Y qalır yerdə. 30-a baxırıq. X2 O3-ün nisbi marka kütləsini hesablayın. 2X bayaq kimi. Üzərinə gəlsin 3 oksigen. Yəni 2X üzərinə 3 2X üzərinə 3 vur 16, yəni 48 gəlirsiniz. 32-yə baxırıq. Molyar kütləsi 160. Yenə X üzərinə gəl. Görsən mötərizə asıb. Sən də mötərizə. 1, üzərinə karbon 12, üzərinə 3 vur 16, 48, vur 2. Görsən bağla vur 2, bərabər neçə verib? 162. Buradan da tapırsınız ki, hesablayırsınız neçə edir X-in. 33. 3-cü A qrup elementi hidrogenli birləşməsi molyar kütləsi. Mən demişdim 3-cü qrupda nə idi? X, H, 3 olacaq da, 3 valentdir. Onu verib A. Elementinin baş oksidi X indi həmin oksigenlə birləşir. Nə olur? Bu 3 valentdir, axı bu da 2-dir. 2 gəlir bura, bu da gəlir 3. Bu da verib, mən bunu R yazım uşaqlar, X-lə qarışdırmayaq. Bunu R yazaq. Bunu da verib X. Həll eləyirsiniz. R üzərinə gəlinsin. Bax, harada yazaq bunu? R üzərinə gəlsin. Hidrogen yəni 3 yazıram. Bərabərdir A. Burada da bunun üçün də yazıram ki 2R üzərinə gəlsin. 3 vur 16. Oksigen 16-dır axı. 48 bərabərdir. Bunu da verib X. Və son tərəf-tərəfə çıxırsınız. Yuxarını 2-yə vururam. 2, 6, 2. Sol tərəf-tərəfə çıxaq. 2 ilə 2 getdi. 48-dən 6 çıxıram. Eləyir. 6-da 42. Olacaq 42 bərabərdir. X çıxılsın 2A. X də buradan bərabərdir. 42 üzərinə gəlsin 2A. Cavab C variantıdır. A-da hesablamalardır. Yerinə qoyursunuz, hesablayırsınız. Molyar kütləsi 72% X-dir. 72% X-də, yəni 100-ün 72%-ni tapıram. 100-ün 72%-i nə qədər eləyir? X-i, bir dəqiqə. 100-ün 72%-ni tapıram, eləyir 72. Yəni 3X-im 72-dir, uşaqlar, çaşmayın.
Bu da x 72 də 3-ə bölünənə qədər 24. X-im 24 imiş. 24. Bura 24 yazam. 72% x-sə nə qədər y-dir? 100-dən 72 çıxım 28. 100-ün 28% eli 28. Yəni 2y-im 28-dir. Y də buradan bərabərdir 14. 35-ə baxaq. X-in kütlə payı 70%-dir. %70 x2 o belə yazaq da. X buraya yoxdur. Bax bir də burada yazam. X oksigen. 70% bura düşürsə 30% də bura düşəcək. Aşağına 2x yazıram. Burada 3 var. Sildim səliqəli yazım. Demək x o 3 yazıram. Bura 70% yazım. Burada 30 düşür. Bu 2x-dir. Oksigen 3 vuramaqda 48. Ne yazım? 70-in 2x-ə nisbəti. Bərabərdir. 30-un da nəyə nisbəti? 48. 0-dan 0 getdi. 48-i 3-ə bölünür nə? 16. 16-dan 2 xəsaparım qalır 8. 8-i 7-yə vuram 56. Cavab 56. Yəni necə sizə hesablaya bilərsiniz? Sizin şəxsi işiniz. Əsas misalın gedişatıdır. Görün bu misal nə qədərdir tapşırıq. Bu proqramda istifadə edəndə biraz bir 80 kimi var. Neçədə qalmışdıq biz? 35-də qalmışdıq. 36-ya baxaq. İkinci ay yarımqurumda x elementi y ilə x2 3 birləşmə əmələ gətirir. Belə çıxır ki, y-im 3 valentdir. Düzdürmü? Bax görürsən, y-in 3-ü gəlib bura. 3 valent 3 olan hansıdır burada? Y elementi ilə 3. 3 valent, uşaqlar qulaq asaq bir dəqiqə. 3 dənə tək elektronu olana aiddir. 3 dənə tək elektron. Axı demişdik qeyri-metallar tək elektronların sayı ilə birləşir metallar. 3 dənə tək elektron olan buradadır. Azot oksigen var qarışığın kütləsi 38-dir. Birləşmədə oksigenin kütləsi. Burada yaza bilmirəm, yazardım elə. Deməli, burada azotu yazım NO. Azotun ayağına X yazım, bunun ayağına Y yazıram. Oksigen kütləsi 24-dürsə, ümumi 38-də axı. 38-də 24 çıxın, buraya yazım 14. Bunun ayağına azotun öz nisbi atom kütləsi 14-də 14x yazıram. Oksigen 16, 16y yazıram. Bax, belə hesabı 14 bölünsün 14x bərabərdir 24 bölünsün 16y. 14'lər getdi. 24x bərabərdir 16y. Bunu da hər tərəfini 8-ə bölsəm 3x bərabərdir 2y. Görürsən, x-in qabağında 2-dir. Və bura 2 yazacağım. Y-in qabağında 3 durur. Deməli, bura 3 yazacağım. Gəlin, bu proqramda izah edəcəm. İndi burada biraz şeydir. Yaza bilməm, çətinlik çəkirəm. 38-də, yəni 16-ya bölünə bilməyən ədəd 40-dır. 12 qram kvantum metalın oksidi 20 qram olarsa, metalın nisbi atom kütləsini tap. Yəni XO yazıram. 12 qram budursa, 8 qram oksigenə düşür.
Ekvivalent dediyinə görə ayaqlarında heç nə yazılmır. Bura 16 yazıram, burada x yazıram. 12 bölünsün x bərabərdir 8 bölünsün 16. 16-dan 8 çıxsa 2, 2-ni 12-yə vuranda eləyir 24 debəndi. Keçirib bu birisine 40'a. 0,125 mol 9 karbon varsa 9'u bölsəm 0,125'e eləyir 36. 36'dırsa deməli məndə N'in yerinə 4 düşməlidir. Daha doğrusu karbon nisbət atom kütləsi 12-dir axı. 12'ni neçəyə vursam 36'ya. Demək bu 3'dür də. C3 demək N 3'ə bərabərdir. Çünki N'in yerinə 3 yazdım axı. C3 H2N deyir 2 vurursun 3 6 O 3. Nisbət atom kütləsi 3 vur 12. Yəni 3 karbon üzərinə gəl 6 hidrogen, üzərinə gəl 3 oksigen. Bunu da hesablayırıq ki, nisbət atom kütləsi neçədir? Bu bayaq səhərdə yuxarıda izah eləyirdim. Karbon, hidrogen və oksigendən ibarət olan maddə elementdə atomların sayı nisbəti uyğun olan N 2N'dir. Maddədə molekulada 96 proton var. Deməli, karbon, hidrogen, oksigen. Yazaq buna karbon, hidrogen, oksigen, N, 2N özü verib mənə N. Hidrogenin, proton. Görsən karbonda 6'dır. 6'nı vuracaq nə bu N? Eləyəcək nə qədər? 6N. Hidrogende bir dənədir. Bax görsən 1 vuracaq 2N eləyəcək nə qədər? 2N. Üzərinə gəlsin oksigen 8. 8-dən vuracaq 8N. Bərabər neçədir? 96. Hesabı 10, 16N bərabərdir 96. N də bərabər neçə olur? 96'na 16 N bərabər də 6. İndi gətirək bunu 6. 2'ni 6'ya vuranda eləyir nə? 12. Bunu da yazam nə? 6. Deməli formulum nə oldu? Buranı silək, qarışmasın. C6 H12 O6. Nisbət atom kütləsi necə tapacam? 6 vursun 12. Üzərinə gəl 12. Üzərinə 6 vur 16 tapacam. 42. Həll edirəm. Bax görsən x h4. Bunu yerinə nə yazacağam? X üzərinə gəlsin 4. Bərabərdir qoyub. Y üzərinə gəlsin 3. Çıxılsın 1. Adi qadan x də burada nəyə bərabərdir? 4 bu tərəfə keçəndə çıx 4 olur. Mənfi 1 ilə mənfi 4, mənfi 5. Üstündən də 5 çıxanda y çıxılsın 2 olacaq. A bəndi. 43-ə baxırıq. Yenə burada 2, bunu atıram. 2H, 2 hidrogen, 2'ni bir avanda 2. Üzərinə gəlsin x bərabərdir. 2 vurulsun. Y üzərinə gəlsin 3. Bu da 2 üstə gəlsin. X bərabər vur basın. 2y üzərinə gəlsin 6. Buradan tapırsınız ki 2 keçir bu tərəfə. 6'dan 2 çıxanda 4. X bərabər 2y üzərinə gəlsin 4. A variantı. A'da hesablamalardır uşaqlar. 1 mol C2H6, 2 mol CH4 üzrünə doğrudur. Karbon atomları sayı. Bu 1'i vuran bu 2'ye. Eli nə qədər? 2 dənə. Bu 2'ni vuran bu 1'dəki bir dənə karbon var da, bu 2. Demək 1 düzdür.